Heydər Əliyev Fondu ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində reallaşan Zəkaların Mübarizəsi Olimpiyadasının paytaxt məktəbləri üzrə regional mərhələsi keçilib. Bu mərhələdə ümumi təhsil müəssisələrinin 9, 10 və 11-ci sinif şagirdləri olimpiyadanın bilik yarışı kateqoriyasında mübarizə aparıblar. Bakı şəhəri üzrə təhsil idarəsinin müdür müavini Fəttah Fəttayev olimpiyadanın şagirdlərin komandada işləmək bacarıqlarını gücləndirdiyini və onların çevik qərar vermə qabiliyyətini inkişaf etdirdiyini deyib. Hazırda bu mərhələdə, regional mərhələdə Bakının hər bir rayonundan bir komanda olaraq 12 komanda iştirak edir. Bu komandalardan 5-i seçilib final mərhələsinə göndəriləcək. Onlar finalda iştirak edəcəklər. Bakını təmsil edəcəklər. Regional mərhələyə vəsiqə qazanan 12 komanda riyaziyyat məntiq, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmləri, mədəniyyət və incəsənət olmaqla 5 müxtəlif istiqamət üzrə 25 sual cavablandırıblar. Uğur qazanan Nərmanov, Yasamal, Səbail, Nizami və Xəzər rayonlarının komandaları respublika mərhələsində iştirak hüququ qazanıb. İnşallah ki, hiss eləyirəm ki, biz komandamız olaraq bu turu keçəcəyik və final turunda Bakı şəhərini layiqincə təmsil edəcəyik. Suallar necə idi? Suallar məktəbli səviyyəsindədir. Həm dünya görüşündən soruşur, həm də məktəbdə keçdiyimiz fənlərdən soruşur. Bugünkü yarışma yaxşı keçdi. Suallar yaxşı idi. Məntiqli şəkildə düşündükdə sualları tapmaq mümkündür. Qeyd edək ki, Zəkaların Mübarizəsi Olimpiyadası regional və respublika mərhələlərindən, hər mərhələ isə bilik və şahmat üzrə yarışlardan ibarətdir. Şahmat üzrə yarışların isə yaxın günlərdə keçirilməsi nəzərdə tutulur.